Birinci Rus inqilabı ərəfəsində Cavanşir qəzasında kəndlilərdən ibarət 7 silahlı dəstə fəaliyyət göstərirdi. Lakin Yelizavetpol və Qazax qəzalarından fərqli olaraq Cavanşir qəzasında qaçaq dəstələri az idi. 7 dəstədən 5-inin sıralarında cəmi 5-6 nəfər var idi. Onlardan yalnız ikisi nisbətən çox idi. Məsələn, Sarı Məhərrəmin dəstəsində 10-12 kəndli, Balakişinin dəstəsində isə 12-14 nəfər var idi. 3 il ərzində Sarı Məhərrəmin dəstəsi torpaq sahibləri və polis məmurları ilə dəfələrlə döyüşmüşdür. Bütün tədbirlərə baxmayaraq Sarı Məhərrəmin dəstəsi fəaliyyətini fəal şəkildə davam etdirirdi. 1900-cü il mayın 28-də onun dəstəsi iri mülkədar Balabəy Tağıbəyin mülkünə hücum etdi. 11 torpaq mülkiyyətçi qrupu ilə şiddətli atışmada onlardan ikisini öldürdülər, mülkləri dağıtdılar və çoxlu taxıl, un və mal-qara ələ keçirdilər. Tağıbəyin mülkünün dağıdılması tək-tək bir hadisə deyildi. Həmin illərin mətbuatında Sarı Məhərrəmin qaçaq dəstələrinin torpaq mülkiyyətçiləri Rüstəmbəyovların, Balabəykovların, Vəzirovların, Cavanşirbəylərin, Mikrosbəylərin, Sarmasbekovların və başqalarının mülklərinə hücumu qeyd olunurdu. 1901-ci il yanvarın 26-sında Gülüstan ərazisi yaxınlığında Cavanşir qəzasının qubernatoru Reyutanın polis dəstəsi ilə Sarı Məhərrəmin dəstəsi arasında növbəti toqquşma baş verdi. Bu döyüş Sarı Məhərrəm üçün sonuncu olub. Polis agentinin köməyi ilə 50-yə yaxın polis əməkdaşı qaçaq dəstəsindən 4 nəfərin yatdığı evi qəfildən mühasirəyə aldı. Sarı Məhərrəmin ölümü ilə nəticələnən atışma baş verdi. Elə həmin gün Yelizavetpol qubernatoru Lutzau başkomandana telegram vurdu ki, cəzadan qaçan ən bədnam, Cavanşir qəzasının bütün quldur dəstələrinin əsas təşəbbüskarı kimi 6 il xidmət etmiş Sarı Məhərrəm qvardiyaçılarla atışmada öldürüldü. Sarı Məhərrəmlə eyni vaxtda Cavanşir qəzasında kəndli Balakişinin komandanlığı ilə qaçaq dəstəsi fəaliyyət göstərirdi. 1885-ci ildə vergi yığanı qətlə yetirdiyinə görə, o, cəzasını çəkdikdən sonra əbədi olaraq Sibirdə yaşamaq şərti ilə 15 il ağır işlərə məhkum edildi. Lakin 1890-cı ilin sonunda Balakişi sürgündən qaçaraq vətənə qayıdır və kəndli dəstəsi təşkil etməyə nail olur. 1901-ci ilin yazında Ayrıcan kəndi yaxınlığında onun dəstəsi 2-ci bölmənin pristavı Yarolovun komandasına hücum etdi və pristav möcüzəvi şəkildə mühasirədən qaça bildi. Yayda isə Balakişi və Hüseyn Qulunun birləşmiş kəndli dəstəsi Xanlar bəy və Cümşüd bəy Hacıbəyovun yataqlarına hücum edərək mülkədarların bütün əmlakını yandırdılar. Qaçaqların üsyanı barədə mətbuatda məlumat alan yerli polis dərhal rayon rəisi Reyutun başçılığı ilə mühafizə dəstəsi yaradaraq qaçaqlara qarşı hərəkətə keçdi. Təxminən saat 16 radələrində atışma başladı. Atışma zamanı mühafizəsi Teodosvili öldürüldü, Novikov isə yaralandı. Qaçaqlar isə geri çəkilə bildilər. Və 3 aydan sonra Sarıdamlı kəndi, Editəpə yaxınlığındakı Balakişi dəstəsi Reyutun başçılıq etdiyi polis dəstəsi ilə atışmaya başladı və bu döyüşdən sağ-salamat çıxdı. Lakin 1901-ci ilin sonunda polis və mülkədarların birləşmiş qüvvələri qəfildən Balakişinin yerləşdiyi Əlyanlı kəndini mühasirəyə aldı. Sonraki atışmada Balakişi də daxil olmaqla 2 qaçaq öldürüldü, daha ikisi isə saxlanıldı. Cavanşir qəzasında fəaliyyət göstərən 8 qaçaq dəstəsindən 1901-1902-ci illərdə polis və mülkədarların fəal köməyi ilə ov dəstələrinin təqibi nəticəsində 7 nəfər öldürüldü. Parçalanmış 6 kəndli dəstəsinin başçısı öldürülmüş, biri tutulmuş və onlardan yalnız biri 1902-1904-cü illərdə fəaliyyətini davam etdirmişdir. Qaçaq üsyanları nisbətən zəif olsa da Nuxinski-Şəki rayonunda da baş verdi. 1900-1904-cü illərdə bu nahiyədə Sadıq Dadaşoğlu, Məmməd Ağamoğlanoğlu, Muxtar Əkbəroğlu, Əbdülrəhim Fətəlioğlu başda olmaqla 4 qaçaq dəstəsi fəaliyyət göstərmişdir. Bu dəstələrin içərisində ən böyüyü Sadıq Dadaşoğlunun dəstəsi idi. Sadıq özü Başkeyib kəndinin sakini olub, pis davranışına görə 1897-ci ildə 5 il müddətinə Rusiyanın daxili quberniyalarından birinə sürgün edilib. Lakin 1901-ci ilin aprelində o, oradan evə qaçdı və tezliklə kəndlilərdən öz silahlı dəstəsini təşkil etdi. 1901-1903-cü illərdə Sadıqın dəstəsi polis əməkdaşları ilə 8 dəfə atışma keçirib. Bu toqquşmalarda kəndlilər 6 nəfəri öldürmüş, 8 nəfəri yaralamışlar. Çox çətinliklə yerli hakimiyyət Sadıqın dəstəsini məhv edə bildi.
1903-cü il martın 7-sində Başkenyov kəndində mühafizəçilərlə çıxılmaz müqavimətdən və uzun sürən atışmadan sonra Nuxinski rayon rəisinin yazdığına görə Sadıq Dadaşoğlu başından, budundan və sağ qolundan yaralanarkən əsir götürüldü və Nuxinski həbsxanasına salındı.